Salam, axşamınız xeyirli olsun əziz iştirakçılar. Mən bugünkü təlimin moderatoru Gülsoy Gülay. Bugün yenidən maraqlı seminarla qarşınızdayıq. Bugünkü seminarın mövzusu müəllimlik sahəsində təcrübə olmadan necə başlayaq? Bugünkü təlimçimiz isə Lətifə Xəlilovadır. Buyurun Lətifə xanım, söz sizdədir. Salam hər kəsə. Mən Lətifə Xələfova. İstəyirəm ilk öncə özüm haqqında bir qısa məlumat verim, daha sonra isə təlimimizin əsas hissəsinə keçək. Dediyim kimi, mən Lətifə Xələfova Azərbaycan Dillər Universitetində təhsil almışam və ixtisasım ingilis dili və ədəbiyyat müəllimliyidir. 2 ildir ki, bu sahə ilə məşğul olmuşam. Belə deyim, müxtəlif yaş qrupları ilə işləmişəm. Həmçinin də bir çox kurslarla əməkdaşlıq etmişəm. Lakin indi özümün sistemini yaradıb bu sahə üzrə irəliləməyə çalışıram. İstəyərdim təlim müddətində hər birimiz daha aktiv olaq, suallara cavab verək. Elə isə sizinlə birlikdə təqdimatınızı izləyək, təqdimatı paylaşıram. Aha. Adından da göründüyü kimi təlimimizin adı müəllimlik sahəsinə təcrübə olmadan necə başlayaq? Hər birinizdə görünür PDF, yəni təqdimatımız. Aktiv olsanız yaxşı olardı. Təqdimat görünür hər kəsdə. Aha. Belə, müəllimlik sahəsinə ümumiyyətlə təcrübə olmadan necə başlayaq? Mövzumuz bunu əhatə eləyəcək. Təlimə keçməmişdən qabaq, ümumiyyətlə, istər təlimdə olsun, istər dərslərimizi keçərkən, yəni öncədən həm təlim iştirakçıları olsun, həm də şagirdlər olsun, təlimin nəticəsini biz onlara əvvəlcədən bildirməliyik ki, yəni bir növ təlimimiz müddətində və yaxud da dərs müddətində biz burada nə əldə eləyəcəyik, düzdürmü? Yəni hansı suallara bir növ cavab tapacağıq. Təlimin yol xəritəsində göründüyü kimi, ilkin olaraq təcrübə olmadan necə ilk addım atmaq olar? Özümüzü inkişaf etdirmə yolları, CV və portfolyomuz. CV və portfolyomuz nədən ibarətdir? Yəni bizim bazamız, bu sahə üzrə bazamız necədir? Necə gücləndirə bilərik? Bunu nəzərdə tutulur. İlk tələbəmizi necə tapaq? Sosial medianın bizim belə deyək, müəllimlik fəaliyyətində rolu nədir? Bilirsiniz ki, bəzi onlayn işləyən müəllimlər var ki, heç bir kursla əməkdaşlıq eləmir. Sadəcə sosial medianın köməyi vasitəsilə öz tələbələrini tapırlar və həmin sosial media hesablarının qurulması və sosial media hesabları qurarkən belə deyək, hansı nüanslara diqqət eləməliyik, bu haqda danışacağıq və müəllimlərin, müasir müəllimin rəqəmsal alətləri. Rəqəmsal alətlər də nə deməkdir? Yəni, biz dərslərimizi keçərkən onu necə interaktiv, maraqlı eləyə bilərik, hansı vasitələrdən istifadə eləyə bilərik, bunu nəzərdə tutur. İstəyirəm, keçək digər hissəyə. Kimin beyin həmləsi üsulu ilə bağlı, metodikası ilə bağlı bir məlumatı var? Kim beyin həmləsi haqqında bir məlumatı var? Kim deyə bilər? Aranızda beyin həmləsi haqqında məlumatlı olan var? İstəsəniz chat hissəsində qeyd edə bilərsiniz.
Aha, gəlin ümumiyyətlə beyin həmləsindən biraz qısaca məlumat verim. Beyin həmləsi metodikası odur ki, məsələn, sizin mövzunuz bu günləri deyək ki, ingilis dili dərsi keçirsiniz və yaxud da Azərbaycan dilindən hər hansı bir və yaxud da ədəbiyyatdan hər hansı bir mövzunu keçməyə çalışırsınız. Mövzumuz, məsələn, deyək ki, ədəbiyyatda şeirlərdir. Şeirlərdir. Məsələn, şeir, mərkəzdə şeir yazırıq və kənardan ox işarəsi qoyuruq. Şeir deyəndə ağlımıza gələn ilk fikirlər nədir? Bunu nəzərdə tutur. Yəni, mənim də bu üsuldan istifadə etməyimin əsas səbəbi ümumiyyətlə təlim boyu sizi aktiv tutmaqdır. Müəllim deyəndə ağlınıza gələn ilk sözlər nədir? Chat hissəsində istəsəniz qeyd edə bilərsiniz. Müəllim deyəndə ağlınıza gələn ilk sözlər nədir? Məsələn, müəllim deyəndə ağlımıza nə gəlir? Səbir gəlir, əzm gəlir, düzdürmü? Müəllim bəzən psixoloq olur və yaxud da ki, moderator olur, mentor olur, bələdçi olur. Yəni, müəllimin anlayışı çox geniş bir anlayışdır və müəllimlərin qarşısına qoyulan tələblər də həddən artıq genişdir. Çünki biz təkcə şagirdlə, tələbə ilə işləmirik, valideynlə də əməkdaşlıq edirik, düzdürmü? Biz şagirdləri müşahidə eləməliyik, onları analiz eləməliyik, hətta onların psixoloji durumunu da biz analiz eləyirik. Yəni, müəllim çox geniş çərçivədə olan bir anlayışdır. Aha, keçək. Bəs neçə nəfər həqiqətən müəllim olmaq istəyir? Qeyd eləsəz sevinərəm. Neçə nəfər həqiqətən müəllim olmaq istəyir? Aha. Kimlər müəllim olmaq istəyir? Həqiqətən bu sahəyə çox maraqlıdır. Əla. Müəllim olanlarımız da var, düzdürmü? Bəs bunun üçün necə bir addımlar atmışıq? Hər hansı bir kursla əməkdaşlıq edirikmi? Və yaxud da ki, məktəblərdə işləyənlərimiz var aramızda? Qeyd eləyəsiz, sevinərəm. Aha, əla. Məktəblərdə işləyənlərimiz də var. Aha, kurslarla əməkdaşlıq eləyirik. Əla. Aha. İndi gəlin, bəzi belə deyək də, müəllimlər var ki, həqiqətən onlar nəyəsə başlamaqdan çox qorxurlar. Mən paylaşım yenidən sizlə. Bəzi aramızda müəllimlər var ki, həqiqətən bu sahə üzrə addım atmaqdan qorxurlar. Bu qorxu hər hansı biliklərinin əksikliyindən və yaxud da təcrübəsizliklərindən irəli gəlmir. Sadəcə onların qarşısına qoyulan tələblər var ki, bunlar onu qorxuda bilir. Yəni, mən ona görə bu hissəni qeyd etdim ki, bəs bizi qorxudan nədir? Bizi qorxudan odur ki, məsələn, neçəmiz görmüşük, CV-mizlə müraciət etmək istəyirik hər hansı bir işə və qeyd eləyir ki, 1-2 illik sizdən təcrübə tələb olunur, düzdür? 1-2 illik tələblər var orada və biz qorxuruq ki, aha, mənim əgər təcrübəm yoxdursa, mən heç bir yerdə işləyə bilməyəcəm. Çünki burada sizdən tələb odur ki, siz bir neçə il ərzində hardasa işləyəsiniz. Axı, özünüzə sual verirsiniz ki, mən yeni universiteti bitirmişəm. Necə ola bilər ki, yəni mənim qarşıma belə bir tələb qoyulsun? Və yaxud da ki, mənim özümə ünvanlanan çoxlu suallar olur ki, müəllim, materialları necə tapaq? Materialları necə işləyək? Hardan əldə eləyək? Mən material taparkən hansından daha düzgün istifadə edəcəyimi bilmirəm. Hansının uyğun olduğunu bilmirəm. Yəni, belə hallarla çox qarşılaşırıq, düzdürmü? Belə olduğu təqdirdə, yəni, bizi qorxudan bir çox amillər var. Məsələn, ilk cəhd. İlk cəhd nədir? Yəni, bir nöqtədən digər nöqtəyə keçmək üçün atılan bir addım deməkdir ilk cəhd. Mən istəyirəm burada kiçik bir, belə deyək də, nümunə verim. Təsəvvür eləyin ki, iki şəxs də maşın sürmək istəyir və biri ancaq, məsələn, imtahana hazırlaşır, ancaq kitabları oxuyur, məsələn, belə deyək, maşının ehtiyat hissələrini öyrənir, amma heç vaxt maşına minməyib, düzdürmü? Ancaq digəri artıq maşına ilk dəfə minir. Bunu praktika eləyir. Sizcə, hansı daha çox irəli gedəcək? 2-3 aydan sonra hansı, belə deyək, maşın sürə biləcək?
Mənim fikrimcə, əlbəttə ki, praktika edən bir şəxs, düzdürmü? Bizim nəzəri biliklərimiz çox güclü ola bilər. Amma nəzəriyyə güclüdürsə, o demək deyil ki, biz çox yaxşı müəllim ola bilərik. Xeyr. Gərək praktika ilə nəzəriyyə balansı bir növ qorunsun. Məsələn, mən valideynlər arasında elə şagirdlərin də özündən çox vaxt eşitdiyim bir cümlə var. Əvvəlki müəllimin nəzəri bacarıqları çox güclüdür. Həqiqətən mövzuya çox bələddir. Amma mən onun dediklərini başa düşə bilmirəm. Bu nədən irəli gəlir? Çünki bəzi belə deyək də, müəllimlər var ki, nəzəriyyəni çox güclü bilirlər. Sadəcə bunu asan üsulla uşaqlara çatdıra bilmirlər. Səbəb odur ki, praktika. Məsələn, Azərbaycan dili olsun, riyaziyyat olsun, mövzular var da, deyək ki, trigonometriya olsun, loqaritm olsun, bir çox mövzular var. Ya ədəbiyyatdan hər hansı bir əsəri oxuyuruq. Biz bu əsəri oxuduq. Uşaqlara dedik, gedin bu əsəri evdə oxuyun. Və yaxud da ingilis dilindən noun mövzusunu vermisiniz uşaqlara və deyirsiniz ki, gedin bu mövzunu, bu qaydanı evdə öyrənin. Mən sənə izah elədim, öyrən. Amma evə heç bir tapşırıq vermədik. Bu halda nə baş verəcək? Uşaq heç bir şey başa düşə bilməyəcək. Çünki onun qarşısına praktika eləyə biləcəyi bir vəsait ötürmürük və materialla onu təmin eləmirik. Yəni bu bizim qarşımıza çıxan ən böyük problemlər biridir ki, nəzəriyyəmiz ola bilər, amma dərsin içərisində biz onu uşaqla necə işləyirik, şagirdlə necə işləyirik? Bu bizim ən böyük problemlərimizdən biridir. Və məsələn, gənc müəllimlər içərisində praktika əldə etmək istəyən, seminarlara qoşulmaq istəyən, təlimlərə qoşulmaq istəyən müəllimlər var ki, düşünürlər ki, bəs mən universitetin verdiyi biliklə kifayət eləyə bilmirəm axı. Deməli, bu zaman ağlımıza nə gəlir? Şəxsi inkişaf, balansın qorunması. Balans da bayaq dediyim kimi nəzər və praktiki biliklərdir, düzdürmü? Nəzəri və praktiki biliklərimizin əgər balansı varsa, biz irəli gedə biləcəyik, biz inkişaf eləyə biləcəyik. Nəzəri biliyi biz harda öyrənirik? Kim deyər? Nəzəri biliyi harda əldə edə bilərik? Chat hissəsindən qeyd eləyək. Nəzəri bilikləri harda əldə edirik? Aha, kitablarda əldə edirik. Başqa? Universitetdə. Aha, əla. Aha, elmi saytlardan. Bəli, ümumiyyətlə, universitetdə oxuduğumuz müddətdə nəzəri bilikləri biz əldə edə bilərik, amma 20-30%-ni. Deyə bilmərik ki, biz 100%-ə qədərin biz universitetdə əldə edə biləcəyik. Xeyr, belə bir şey yoxdur. Çünki özünüz də bilirsiniz ki, hər hansı bir universitetdə deyək ki, riyaziyyat müəllimi üzrə oxuyursunuzsa, ingilis dil müəllimliyi üzrə oxuyursunuzsa, 30-20% universitet sizi biliklə təmin eləsə də, yarı faizi sizin üzərinizə düşür, düzdür? Çünki bir çox tələbələr var, imtahana yaxın öyrənirlər mövzuları. Bu da demək deyil ki, onlar çox güclü nəzəriyyəyə malik müəllimlərdirlər. Yox. Nəzəri biliklərimizi biz təlimlərlə, seminarlarla, vebinarlarla, yəni inkişaf elətdirə bilərik. Düzdür? Universitet bizə müəyyən qədər bilik ötürür, lakin universitetin ötürdüyü bilikdən əlavə mən özüm nə edirəm özüm üçün? Hansı təcrübə proqramına qoşulmuşam, hansı seminara qoşulmuşam, təlimə qoşulmuşam. Bunların hər biri çox önəmlidir, özümüzü inkişaf etdirmə baxımından. Kim deyər, universitetlərdə bəlkə rastlaşarsınız, teclər, elmi konferanslar olur. Kimsə rastlaşıb? Mən bilirəm ki, Dillər Universitetində, aha, bəli, konferanslar olub, düzdür. Bu konferanslarda, məsələn, bizdə belə idi qayda ki, biz ədəbiyyat üzrə elmi konferanslara qoşulurduq. İlkin olaraq, Əla Xəzərdə də var imiş. Aha. Konferanslara qoşulanda müəllim bizə deyirdi ki, hər hansı bir əsəri götür, düzdür? Onun üzərində işlə. Yəni, onu konferansda bizə təqdim et. Sonra məqaləni çap eləyirdilər. Məqalə çap olunurdu. Sizcə həmin o konferansda iştirak edib bir əsəri müdafiə etmək üçün nəzəri bilik bizə lazımdır ya yox? Lazımdır. Çünki niyə? Biz araşdırmalıyıq. Düzdür, bugün AI dövrüdür. Aha, düzdür, bugün AI dövrüdür, süni intellekt dövrüdür. Deyə bilərsiniz ki, mən gedim oradan araşdırım. Yox. Bu elə bir şeydir ki, yəni siz gərək hər hansı bir əsəri, yəni ixtisasınıza uyğun olan, deyək ki, bir əsəri gərək araşdırasınız, belə deyək, onu analiz eləyəsiniz, düzdür? Təhlil eləyəsiniz. Ədəbiyyat müəllimsinizsə, onu ədəbi təhlil eləməlisiniz.
və yaxud da riyaziyyat üzrə hər hansısa bir konfransa qoşulmusunuzsa, müəyyən mövzu üzərində işləyib təqdim eləyəsiniz, düzdür? Bunların hər biri araşdırma tələb eləyir. Yəni gərək özümüzün üzərində işləyək, nəzər biliklərimizi də artıraq. Daha sonra gəlin təqdimatımıza geri dönək. Deməli, şəxsi inkişaf və balansın qorunmasında digər mentorluq. Mən ümumiyyətlə mentorluq proqramına məsləhət görərdim ki, ya LinkedIn üzərindən, ya da Instagram üzərindən, sosial media üzərində müəllimlərin səhifələrini izləyəsiniz. Demirəm, hər qarşınıza çıxan müəllimin verdiyi metod və ya da taktika, üsul sizin tam şəkildə təmin edəcək, yox. Amma bəzi müəllimlər vardır ki, həmin müəllimlər artıq tələbələr və şagirdlərlə işləmirlər. Onların əsas işi elə müəllimlərdir. Çünki onlar müəllimlərə təlim verirlər. Məsələn, bir neçə müəllimlə tanış olmuşdum, adını qeyd etmək istəmirəm. Həmin müəllimlər konsultasiyalar təşkil edir. Konsultasiyalarda nə olur? Birəbir müəllim qarşısındakı digər müəllimin dərs metodikasını analiz edir. Dərs metodikasını analiz edəndən sonra ondakı hansı səhvlər var, materiallardan düzgün istifadə eləyirmi, vaxtı idarə etməsi düzgündürmü? Bunun haqqında geniş məlumat verir, geri dönüşlər eləyir, düzdür? Biz bunu əslində feedback deyirik. Yəni ingilis dilində bu feedbackdir. Mən daha çox bu sözü bəyənirəm, istifadə edirəm. Yəni geri dönüşlər eləyir. Geri dönüşlər eləyir və bildirir ki, sənin dərs metodikasındakı o çatışmazlıqlar nələrdir? İstəsəniz, xüsusən ingilis dil müəllimlərinə məsləhət verərdim, məsləhət görərdim ki, həmin mentorun belə deyək, dərslərinə və konsultasiyalarına qoşulsunlar. İstəsəniz, mənə bildirərsiniz, mən səhifəsini də təlimdən sonra sizə göndərərəm, həmin mentorun. Yəni, bir konsultasiya əldə edib öz səhvlərinizi görə bilirsiniz. Düzdür? Daha sonra davamlı inkişaf deyilən nə nəzərdə tutulur? Davamlı inkişaf odur ki, məsələn, siz deyək ki, tək bir xüsusiyyətə malik olan, eyni dərəcəli şagirdlərlə qarşılaşmayacaqsınız. Məsələn, ola bilər ki, şagirdlər çox hiperaktivdir və yaxud da bəziləri vizual olaraq dərsi öyrənməyi xoşlayır. Bəziləri də bildirir ki, mən belə deyək, dinləyərək öyrənməyi daha çox sevirəm. Məsələn, müəllimlər mühazirə deyir, nəyisə izah edir, onda daha yaxşı öyrənir şagird, düzdür? Davamlı inkişaf da bunu göstərir ki, siz ümumiyyətlə dərsi keçərkən bütün bu belə deyək, nüansları nəzərə alaraq dərslərinizi tərtib eləməlisiniz. Həm istəyir onlayn dərs, ya istəyir məktəbdə keçdiyimiz dərslər. Yəni bu nüansları nəzərə alaraq dərsi keçməlisiniz. Bu da davamlı inkişaf tələb edir. Yəni siz hər dəfə düşünməlisiniz ki, mən hansı materialdan istifadə eləsəm, belə filan adlı şagirdim üçün daha faydalı olacaq. Hansı materialdan istifadə eləsəm, o daha yaxşı başa düşəcək, düzdür? Daimi öz üzərinizə işləyirsiniz, materiallar əldə edirsiniz, həmin materialların dərslərinizə tətbiq edirsiniz. Bax, bunu nəzərdə tutun. Praktiki təcrübə də, əlbəttə ki, praktiki təcrübəni biz harada əldə edə bilərik? Düzdür, universitetin bizi universitet dönəmində, 4-cü kursda birlikdə akademik praktikalara göndərilirik. Akademik səviyyədə praktikalara göndərilir. Litsey ola bilər və yaxud da ki, hər hansı bir məktəblər ola bilər, göndərilirik. Amma sizcə bu kifayətdir, ümumiyyətlə? Xeyr, kifayət deyil. Çünki biz həmin dövrə gəlib çatana qədər artıq real təcrübə ilə qarşılaşmalıyıq ki, bizə bir problem olmasın. Və bunun üçün də sizə məsləhət görəcəyim çoxlu sayda həm belə deyək, aplikasiyalar var, sonra bir çox Instagram üzərindən tapa biləcəyiniz səhifələr var ki, onlara müraciət edib praktiki real təcrübə də əldə edə bilərsiniz, nəzəri bilik də əldə edə bilərsiniz, hətta mentorluq da əldə edə bilərsiniz. Yəni bunları həmin o şirkətlərlə əlaqəyə keçib əldə edə biləcəksiniz. Gəlin indi həmin hissəyə baxaq. Təlim və inkişaf platformalarına. Təlim və inkişaf platformaları nədir? Bax, sol tərəfdə gördüyünüz şəkil mənim abituriyent müəllimi ol proqramından məzunluğumla bağlı bir şəkildir. Onun haqqında çox geniş məlumat verəcəm. Və təlim və inkişaf platformaları nədir? Təcrübə və karyera mərkəzi var, BİM var, sonra bir çox platformalar var, bir də müəllim qrupları var.
İstəyirəm gəlin daha qısa olanından başlayım. Platformalar. Platformalar deyəndə nə nəzərdə tutulur? Ümumiyyətlə bilən var? Platformalar. Platformalar deyəndə məsələn Telegram qruplarıdır, müəllimlər üçün yaradılmış WhatsApp qruplarıdır. Sonra Job Search azdır, az vakansiyadır, sonra Glory'dir, Hello Job'dur. Bunların hər biri bir də ən sevdiyimi qeyd etmək istəyirəm sizə EduMap'dır. Bunların hər biri, yəni bu platformalar bizim asanlıqla təlim tapa biləcəyimiz və yaxud da vakansiya tapa biləcəyimiz platformalardır. Niyə görə EduMap'ı daha çox sevirəm? Onu qeyd edeyim ki, orada çox əhatəlidir. Bütün, yəni həm təhsilə dair təlim tapa bilərsiniz və yaxud təcrübə proqramları əldə edə bilərsiniz. Təhsil yönümlü olan, məsələn, əgər tələbələr varsa aranızda könüllülük proqramları tapa bilərsiniz və yaxud da vakansiyalar tapa bilərsiniz. Bax, bu platformalar bizim bir növ, belə deyək, bələdçi kitabımızdır. Hansı, məsələn, deyək ki, layihəyə qoşa bilərəm bundan sonra, özümü necə inkişaf elətdirə bilərəm və yaxud da hardan təlimlər, seminarlar əldə edə bilərəm. Bunların hər biri həmin platformalarda qeyd olunur. Ən çox da dediyim kimi EduMap'dan istifadə eləsəniz daha yaxşı olacaq. Sonra müəllim qrupları. Müəllim qruplarını niyə qeyd eləmişəm? Müəllim qrupları bir icmadır. Mən ümumiyyətlə rastlaşmışam ki, ingilis dili müəllimləri üçün, riyaziyyat müəllimləri üçün, ümumiyyətlə bütün fənn müəllimləri üçün müəyyən WhatsApp və Telegram qrupları olur ki, həmin Telegram qrupları və yaxud da WhatsApp qruplarına daxil olduğumuzda çoxlu materiallarla qarşılaşırıq. Düzdür? Həmin materiallar bizə, məsələn, dərslərimizi qurmaqda kömək edir. Və bir çox müəllimlər düşünür ki, mən niyə başqasının materialından istifadə edeyim? Mən belə bir şey demirəm. Ola bilər ki, məsələn, sabahları kiminsə kiçik summativ qiymətləndirmə, ikinci sinif üçün kiçik summativ qiymətləndirmə, yəni belə deyək, test keçirməlidir. Müəllim yenidir. Hardan və necə başlayacağını bilmir. Yəni tapşırılır ki, sən bir test vərəqə hazırlamalısan, düzdür? Bu müəllim qruplarına yazıb məlumat əldə edə bilərsiniz ki, ikinci siniflər üçün, məsələn, filan bölmə üzrə deyək ki, sizdə əlinizdə material varmı? Həmin materiallar göndərilir. Müəllimlər bir-birlərinə dəstək olurlar. Siz onu nəzərdən keçirirsiniz və özünüzləşdirirsiniz. Demirəm, hər hansı bir müəllimin dərsini, əldə etdiyiniz məlumatı və yaxud da materialı kopyalayıb dərsinizə tətbiq edin. Xeyr, sadəcə onu özünüzləşdirin. Mənim ümumiyyətlə son 2-3 ildə yəni etdiyim bir şey var. Müəllimlərin, digər müəllimlərin, bəlkə də məndən yaşı çox olan və yaxud da ki, məndən çox tələbəsi olan müəllimlərin dərs strukturlarına bir növ observ, yəni müşahidə edirəm. Və diqqət edirəm ki, harda nəyi necə eləyir və bunu özümlükləşdirirəm. Kopyalamıram, özümlükləşdirirəm. Özümə uyğun dərs strukturu yaradıram. Bu da müəllim qruplarıdır. Bir də, məsələn, Instagram üzərindən daha çox tapa bilərsiniz və yaxud da LinkedIn üzərindən daha çox tapa bilərsiniz. Materiallarla bağlı demək istəyirəm. Məsələn, bəzi müəllimlər var ki, müəyyən minimal qiymətə öz materiallarını satırlar. Məsələn, son dövrlərdə yaranıb ingilis dili müəllimləri bilər. Esse düşüb imtahana. Həmin bir çoxu bu strukturla işləmir baxın. Qruplara abunə olurlar. Məsələn, Instagramda hər hansı bir müəllim paylaşıb ki, esse qrupu, material qrupu açmışam. Məsələn, istəyirsinizsə müraciət edə bilərsiniz. Bəziləri ödənişli olur, bəziləri də ödənişsiz olur. Daxil olursunuz, siz görürsünüz onun strukturu necədir, onun hazırladığı material necədir və öz strukturunuzu özünüzləşdirirsiniz, onu öz şagirdlərinizə tətbiq edirsiniz. Bu da müəllim qruplarının bizdə yaratdığı faydalardır. Ən çox sonra danışmaq istədiyim BİM-dir. BİM-in açılışı Beynəlxalq İnkişaf Mərkəzidir. Bilmirəm, bu belə deyək, şirkəti tanıyan var, təhsil şirkətidir, yəni tanıyan var ya yox. Amma Beynəlxalq İnkişaf Mərkəzinin çox böyük müsbət effektləri oldu məndə. Həqiqətən ora qoşulduğum üçün, orada iştirak elədiyim üçün, yəni belə deyim, sevincliyəm. Çünki mən çox şey öyrəndim orada. Ümumiyyətlə, məlumatı olan var Beynəlxalq İnkişaf Mərkəzi haqqında? Qeyd eləsəz sevinərəm. Əla, məlumatlar olanlar da var, süper. Aha. İndi istəyirəm ki, Beynəlxalq İnkişaf Mərkəzi haqqında müəyyən məlumatlar və öz təcrübəmi verim.
dəqiqə. Aha, Beynəlxalq İnkişaf Mərkəzinin bir neçə sahə üzrə, yəni belə deyək, kütləşib, strukturlaşdırılıb. Burada Cambridge proqramı üzrə təhsil var, Cambridge proqramı üzrə kurslar var. Daha sonra abituriyent müəllim ol proqramı var. Sonra Every liseylə təcrübə proqramı həyata keçirilir. Burada bir də son dövrlərdə çox geniş yayılmış müəllim kampları təşkil edirlər. Həqiqətən çox yaxşı bir şeydir. Desəniz ki, bəs bu layihələrə qoşulmaq ödənişlidir? Bəli, ödənişlidir. Və bir çox müəllim deyir ki, mən niyə bura pul ödəməliyəm? Yəni pul ödəyəcəyəmsə niyə gedirəm? Amma belə bir şey yoxdur, belə bir dünya yoxdur. Biz nə etməliyik? Özümüzə investisiya etməliyik, düzdür? Yatırım etməliyik ki, nə isə öyrənək və bunu da tətbiq eləyək. Düzdür? O baxımdan proqramlar ödənişli də olsa belə, əgər sizə uyğunsa, belə deyim, büdcənizə uyğundursa qoşulmağa çalışın. Yəni daimi inkişaf edin. Çünki yəni müəllimlik sahəsi də eyni qalan bir şey deyil. Günü-gündən inkişaf eləyir, günü-gündən fərqli tipdə tələbələrlə rastlaşırıq, fərqli tipdə insanlarla görüşürük dərslərimizdə. Bu baxımdan çalışmalıyıq ki, belə deyim, özümüzə investisiya edək. Tamam, istəyirəm ki, yəni Beynəlxalq İnkişaf Mərkəzinin Cambridge proqramı haqqında məlumat verim. Cambridge proqramında nədir? Siz Beynəlxalq İnkişaf Mərkəzinə müraciət eləyib, bilirsiniz də Bakıda bir çox məktəblər var ki, məktəblər demək, onlar ümumiyyətlə ayrı dünyadılar, adi məktəblərdən fərqlənirlər. Beynəlxalq məktəblər var ki, orada fənləri Azərbaycan dilində tədris eləmirlər. İstəyir kimya fənni olsun, istəyir təbiət fənni olsun, fizika, Azərbaycan demək, riyaziyyat fənni olsun. Bir çox fənlər fərqli, yəni ingilis dilində tədris olunur. Uşaqların dili qavraması üçün, o dili mənimsəməsi üçün. Bu Cambridge proqramı da onun üçündür ki, siz həmin proqrama qoşulub dərslərinizi beynəlxalq səviyyədə, beynəlxalq bir dildə necə tədris etməyi öyrənəcəksiniz. Yəni, çox məncə böyük üstünlükdür. Təkcə Azərbaycan dilində, öz dilimizdə tədris etmirik, həmin məktəblərdə həm işləmə imkanı qazana bilərik, həm də ingilis dilində onu fənləri tədris edə bilərik. Məncə böyük bir üstünlükdür. Sizi digərlərindən məncə fərqləndirəcək. Sonra Evrika liseyi ilə əməkdaşlığı var, dediyim kimi təcrübə proqramları. Hətta bu təcrübə proqramlarına daxil olub, məsələn, Evrika liseyində müəyyən dövr ərzində təcrübə keçib işlə təmin olunanlar da var. Yəni bu da böyük üstünlükdür. Dediyim kimi yeni bir iş imkanıdır. Sonra isə ən çox mənim özümün də qatıldığım abituriyent müəllimi ol proqramından danışmaq istəyirəm. Mən 2025-ci ilin iyulunda, səhv etmirəmsə iyul idi, bu proqrama qoşulmuşdum. İndi bilmirəm, ola bilər struktur dəyişsin, yəni mən keçən il qoşulmuşdum. Amma proqram belə deyək, 20 saatdan ibarət idi. Yəni 10 təlim idi. Və hər biri 2 saat olmaqla 20 saatlıq təlim olmuşdu. Mən ixtisasım üzrə qoşulmuşdum, ingilis dili müəllimliyi və mənim belə deyim, mentorum orada Ümid müəllim idi. Hələ də ona təşəkkürümü bildirirəm, çünki üzərimdə əməyi çoxdur. Biz burada nədən danışırdıq? Təkcə biz müəllimlərə nəzəri bilik ötürmürdülər. Məsələn, deyək ki, bugünün mövzusu indiki zamandır. Mən indiki zamanı bizə izah elədim, keçdim olmurdu. Hər mövzuya uyğun tapşırıqlar verilirdi. Bu tapşırıqlar da nə idi? Bizi dərs içərisində aktiv tutmağa çalışırdı. Məsələn, mövzularımız var idi. Bilirsiniz ki, artıq 11-ci sinif buraxılış imtahanına hazırlaşanlar esselər yazacaqlar da, düzdür. Həmin esseləri yazmaq üçün yəni müəyyən bazaları olmalıdır. Akademik yazı cəhətdən müəyyən bazaları olmalıdır. Biz də bunu əvvəlcədən bir növ həmin abituriyent müəllimi ol proqramında məşq etdik ki, uşaqlara bunu necə çatdırarıq. Müəllim bunu nəzəriyyə hissəsini izah elədi, sonra keçdi, belə deyim, tapşırıq verdi ki, məsələn, mənim tapşırığım bu idi. Sizcə düşünürsünüz ki, gələcəkdə süni intellekt müəllimlərin əməyini əvəz eləyəcək? Mən bunun haqqında esse yazmışdım. Və bu esseni müəllim yoxladı və mənə geri dönüş etdi, feedback verdi. Gördünüz, burada artıq müəllim bizi dərsin içərisində aktiv tuturdu. Yəni, bu təlimlərə qoşulmağınızın sizin üçün həm metodikanızı genişləndirməyə, həm də nəzəri biliklərinizi genişləndirməyə çox böyük müsbət rolu var.
Bir dəfə də tapşırığımız belə olmuşdu. Tapşırığımız o idi ki, məsələn, düşün ki, sabahları sən noun mövzusunu, qaydasını uşaqlara çatdırmalısan. Bunu təqdimat hazırlayaraq necə çatdırardın? Mövzunu necə izah eləyərdin? Və biz öz şəxsi təqdimatlarımızı hazırladıq və çıxışlar etdik. Bu da onu göstərir ki, yəni çıxışlar etdik, bu da onu göstərir ki, biz təqdimatla işləməyi öyrəndik. Məsələn, müəllim dərsi izah eləyəndə uzun-uzadı mühazirə oxuyum, lövhənin üzərində uzun-uzadı yazım, vaxt getməyi əvəzinə təqdimatımızda əsas, yəni keyword deyirik də, əsas belə deyək, açar sözləri qeyd edirdik və mövzunu izah edirdik. Əgər sizə maraqlıdırsa, mən həmin təqdimatı göstərim. Maraqlıdırmı? İstəyərsinizmi həmin təqdimatı göstərim? Aha, əla. Təqdimatı göstərirəm sizə. Aha, bir dəqiqə. Kama üzərində idi. Aha. Baxın, bu mənim nounla hazırladığım təqdimatı. Aha. Baxın, noun mövzusudur, düzdür? Uşaq buna baxanda yorulmamalıdır. Yəni, söz yığını olmamalıdır. Ancaq açar sözlər olmalı. Məsələn, ümumi məlumat burada vermişəm. Məsələn, canlı varlıq, cansız əşya, yer məfhumları bildirir. İsim nəyə deyilir? Məsələn, mən burada uzun-uzadı bütün teksti yazıb qoysam, uşaq ona diqqət yetirməyəcək. Məsələn, yazmışam ki, isim iki yerə bölünür. Məna baxımından xüsusi isim, ümumi isim, düzdür? Məna baxımından xüsusi ümumi isim verilir, düzdür? Uşaqda beynində sual yaranacaq ki, bəs ümumi isim nədir, xüsusi isim nədir? Siz ümumiyyətlə təqdimatla işləsəniz, onunla bağlı, yəni gələcək slaytlarda daha geniş məlumat verəcəm. Amma təqdimatla işləyəndə elə yaratmalısınız ki, təqdimatınızı uşaqda sual yaransın. Sizdən o geri qalanını istəyə bilsin. Aha, bax orada ümumi isimlər iki yerə bölünür. Belə bir təqdimat, məsələn, bölmələrə ayırmışdım. Countable noun, sayılan isimlər, sayılmayan isimlər. Məsələn, sayılmayan isimlərin təsnifatını qeyd etmişəm burada. Sonra xüsusi ölçü vahidlərini qeyd eləmişəm. Nümunələr. Nümunə ümumiyyətlə çox vacibdir. Uşağa mən nəzəriyyəni daima deyim, izah eləyim. Əgər mən nümunə vermirəmsə, uşaq müqayisə yarada bilməyəcək beynində. O baxımından gərək nümunələrlə işləməyi bacaraq. Sonra sayılan sayılmayan isimlərin yenə təsnifatını qeyd eləmişəm. Diqqətli olmalı olduğu məqamları qeyd etmişəm. Bir də, məsələn, cümlələrdə, məsələn, səhv cümlələr təqdim etmişəm. Bu cümlələri necə düzəldərdik? Düzdür? Belə bir tapşırıq və sonunda, yəni diqqətinizə görə təşəkkürlər. Burada artıq uşaq həm diqqətini, fokusunu dərsə verə biləcək. Düşünəcək ki, görən müəllim burada nəyi izah etməyə çalışıb. Düzdür? O baxımdan çalışın ki, dərslərinizi sistemli olmaq istəyirsinizsə, təqdimatlarla işləməyə bacarın. Sonra, abituriyent müəllimi o proqramı haqqında da məlumat verdik. Bir də müəllimlər üçün kamplar təşkil olunur. Bu, son dönəmdə etdiyi layihələrdə həqiqətən çox bəyəndim. Mən iştirak şansı qazana bilməmişəm hələ ki. Səhv etmirəmsə 9 avqustda belə bir təlimləri olacaq. Müasir müəllimin rəqəmsal bacarıqları, süni intellekti dərslərimizə necə inteqrasiya edə bilərik? Belə bir təlimlər olacaq. Yəni, çox maraqlıdır. Çünki dərsi biz oturaq mühazirə şəklində başdan ayağa danışaq, heç bir faydası yoxdur. Uşağın ağlında, yəni, bir müddət qalacaq, sonra belə deyək də, unudub gedəcək. Amma belə interaktiv yollarla rəqəmsal bacarıqlarımızı inkişaf elətdirib dərsi izah eləsək, maraqlı, məsələn, üsullardan istifadə edib dərsi izah eləsək, o daha çox yadlarında qalacaq. Aha, bir də bu müəllim kamplarında bir günlük olur, səhər 9 ya 10-dan axşam saat 5-ə kimi olacaq. Belə bir müəllim kamplarıdır. Və məsələn, həm ingilis dil müəllimləri üçün, həm də riyaziyyat müəllimləri üçün, yəni bütün fənn müəllimləri üçün təşkil olunur. Yəni, tələbat olarsa təşkil olunur və 3 sertifikat əldə edirsiniz. Yəni, sertifikatların əldə olunması sizin bir növ
bazanızı, sahəniz üzrə bazanızı gücləndirir, düzdür? Bu baxımdan da vacibdir. İndi gələk təcrübə və karyera mərkəzindən danışmağa. Aha, təcrübə və karyera mərkəzindən niyə danışmaq istəyirəm? Çünki nəzəridən danışdıq, seminarlara, təlimlərə qoşulmağa, vebinarlara qoşulmaqdan danışdıq, amma əsas olan təcrübədən danışmalıyıq. Təcrübənin ümumiyyətlə bizdəki əsas rolu odur ki, biz real olanı görürük orada. Məsələn, kurikulum kitablarında öyrənmişik ki, məsələn deyirəm, differensial təlim vacibdir və yaxud da ki, uşaqların öyrənmə metodikaları fərqlidir. Bəziləri vizual öyrənir, bəziləri hiperaktiv deyə hərəkətli oyunlara ehtiyac duyurlar. Biz axı bunu kitabdan oxuyuruq, realda onu biz belə deyim, görməmişik. Təcrübə proqramlarının da əhəmiyyəti odur ki, real olanı görək, real dərs mühitinə görək. Həmçinin yeni iş imkanları bizə qatır, bir də CV-mizi gücləndirməmizdə bizə çox önəmi var. Məsələn, real dərs mühitindən danışmaq istəyərəm. Mən universitetin praktikasına getdiyimiz zaman 5-ci, 8-ci və 4-cü siniflərlə işləmə imkanı qazanmışdım. Görürsünüz ki, hər biri fərqli yaş dövrlərinə aiddir. Bu zaman müxtəlif cür tələbələrlə, şagirdlərlə qarşılaşdım. Həddən artıq. Məsələn, tanımır məni, şagird məni tanımır, amma aqressiya formalaşır, amma mənbəyini bilmirəm. Sonra bu hallarla çox tez-tez qarşılaşa bilərsiniz. Əgər içərinizdə bu dəqiqə tələbələr varsa, praktikaya gedəndə görəcəksiniz. Sizi tanımasa belə sizə qarşı aqressiya formalaşıb şagirddə. Siz də bir növ özünüzü yetərsiz hiss edirsiniz ki, aha, yəqin bu şagird məni sevmir, mənim dərs metodikam yaxşı deyil, uşaq məni bəyənmir, o baxımdan mənə qarşı aqressiya formalaşıb. Və yaxud da ki, bir növ gülüş obyektinə çevrilmiş kimi hiss edirsiniz daxilən, bəlkə də o heç bir şey eləmir sizə, amma belə məqamlarla çox qarşılaşacaqsınız. Sakit tələbələr olacaq, şagirdlər olacaq, dərsə adaptasiya ola bilməyən, yəni belə deyim, hiperaktiv şagirdlər olacaq. Daha sonra həmişə özünü ön planda tutmağa çalışan, bütün suallara mən cavab verim deyən şagirdlər olacaq. Hətta bəzi məqamlarda elə olur ki, bu tip şagirdlər özlərini müəllimdən üstün görürlər. Müəllimin dediklərinə qulaq asmaq istəmirlər. Belə hallarla çox rastlaşacaqsınız. Mən özümün qarşılaşdığım bir dediyim kimi hadisə haqqında sizə məlumat vermək istəyərəm. Mən 4-cü siniflərlə praktikaya girmişdim, yəni praktika onlara dərs keçirdim ingilis dilindən və şagirdlərin çoxusu aktiv idi, dərslərə cavab verirdilər. Həqiqətən onların sevgisini özümə qarşı hiss eləmişdim. Amma şagirdlərdən biri çox belə ciddi idi, dərsə adaptasiya ola bilmirdi, fikri başqa yerdə idi, çox sakit idi. Səs-küy salmır, çox sakit idi. Və bu məqamda belə halla qarşılaşacaqsınız. Nə edə bilərik? Şagirdi ümumiyyətlə dərsi inteqrasiya edə bilərsiniz. Yəni bir növ dərsə adaptasiya edə bilərsiniz. Necə? Onu aktiv tutaraq. Məsələn, mən onunla rastlaşanda ilk dəfə öz-özümə düşünürdüm ki, görəsən mən hansı metoddan istifadə edeyim ki, o dərsə adaptasiya olsun. Axı istəmərik dərs müddətində hansısa bir şagird dərsdən kənar qalsın və yaxud da nəyisə izah eləsək belə başa düşməsin, düzdür? Mən ona səhərsi gün reading üzrə mətnlər verdim, kiçik mətnlər ki, oxusun. Tapşırıqlara cavab verməsini istədim. Belə-belə kiçik-kiçik addımlar ataraq onu dərsə adaptasiya elədim. Və praktikanın son dövrləri idi, son vaxtlarında, son bir həftə qalmışdı. Mən artıq onlarla sağollaşmalı idim. Uşaqlara balaca kartışkalar gətirmişdim, ağ kartışkalar kağızdan kəsmişdim və bildirdim ki, mənlə bağlı təəssüratlarınızı, yazmağınızı, mənlə bağlı olan fikirlərinizi vərəqlərdə yazmağınızı istəyərəm. Və uşaqlar bütün vərəqlərdə istədiklərini yazdılar. Həmin uşağın dediyi bu sözü oldu. Müəllim, həqiqətən mən sizi çox istədim. Yəni bunu eşidəndə, bunu görəndə bir müəllim kimi o qədər sevinmişdim ki, çünki az da olsa onun belə deyim, həyatında kiçik bir toxunuş oldu. Bəlkə sabah o fikrini deməkdə və yaxud da dərsi danışarkən həyəcan hiss eləməyəcək, fikrini deməkdə çətinlik çəkməyəcək. Yəni bu baxımdan təcrübə proqramlarının özünün önəmi var ki, hər tip şagirdlə rastlaşa biləcəksiniz və onlarla işləmə şansınız olacaq əvvəlcədən. Və deyə bilərsiniz ki, biz bu təcrübə proqramlarını universitet bizi göndərməmişdən qabaq hardan əldə edə bilərik? Bax, bayaqları məsələn Beynəlxalq İnkişaf Mərkəzi dedim də, düzdür? Onun Evrika liseyi ilə dedim ki, əməkdaşlıq var, ora qoşula bilərsiniz. Ödənişinizi ödəyib qoşula bilərsiniz. Sonra
Ən çox belə deyim, inkişaf etmiş və nəticəsi olan təcrübə və karyera mərkəzi var. Bilmirəm bu haqqda məlumatı olan var ya yox. Təcrübə və karyera mərkəzində İstanbul Liseyi ilə Cambridge əsaslı İstanbul Liseyi ilə əməkdaşlığı var. Həmin o təcrübə proqramına qoşula bilərsiniz. 2 ay müddəti olur. 2 ay ərzində ilk 2 və yaxud da 1 həftə siz gedib nəzəri biliklərinizi artırırsınız həmin o təcrübə mərkəzində. Sonra sizi yönəldirlər İstanbul Liseyinin özünə. Və siz orada xarici müəllimlərin təcrübəsini öyrənəcəksiniz. Yəni sahəniz üzrə, sırf orada ingilis dili deyil, sahəniz üzrə bir çox müəllimlərin praktikasını, dərs metodikalarını görəcəksiniz. Və belə də dərslərinizdə bunu tətbiq eləyəcəksiniz. Oradan öyrəndiklərinizi dərslərinizə tətbiq eləyəcəksiniz, özünüzü inkişaf elətdirəcəksiniz. Və dediyim kimi 2 ay davam eləyir. Bu da ödənişlidir. Lakin özümüzə yatırım etməkdən həqiqətən çəkinməyək. Məsələn, universiteti bitirmişik, CV-mizi gücləndirmək istəyirik və bu məqamda nə yadımıza düşəcək? Bu cür təcrübə proqramlarına, bu cür seminarlara, təlimlərə qoşulmaq. Və yeni iş imkanları niyə qeyd etmişəm orada? Beynəlxalq İnkişaf Mərkəzində və Təcrübə Karyera Mərkəzinin köməkliyi ilə də bir çox müəllimlər işlə təmin olunublar, bir çox müəllimlər. Və mənim özümün də həqiqətən deyirəm, şahid olduğum bir məqamda deyə bilərsiniz ki, nəticə varmı, belə bir şey görmüsünüz? Bəli, mənim öz kurs yoldaşım BİM-də artıq işə qəbul olub. Bunun özü böyük bir uğurdur. Fərqlənməklə işə qəbul olub. Daha sonra CV-nin güclənməsi. CV-nin güclənməsinə niyə keçmək istəyirəm? Çünki CV bizim peşəkar kartımızdır, vizit kartımızdır. Bilirik ki, məsələn, bir insan haqqında ilkin məlumatları nəyə baxaraq öyrənə bilərik? Şəxsiyyət vəsiqəsinizə baxaraq. Adımız, soyadımız, doğum ilimiz, sonra qaldığımız yer, məsələn də ən kiçik məlumatları şəxsiyyət vəsiqəmizdən öyrənirik. Bəs karyeramızla, bu günə qədər gördüyümüz iş, şəxsi məlumatlar, təhsilimiz, təcrübəmiz, sertifikatlarımız, bunlar haqqında hardan əldə edə bilərik? Əlbəttə ki, CV-nin üzərindən. Qısa CV haqqında danışmaq istəyirəm. CV-ni necə qurmaq olar müraciət edən zaman və nələrə diqqət etmək lazımdır? Ümumiyyətlə, CV ilə bağlı, necə qurulması ilə bağlı məlumatı olanlar var aranızda? Necə qurmaq lazımdır CV-ni ki, daha faydalı olsun. Daha belə deyək ki, qəbul şansımız olsun. Əla. Müəyyən qədər Hacı xanım dedi. Aha. İndi gəlin, bəlkə də mənim dediklərimin bir çox hissəsini biləcəksiniz, amma yenə də mən özümdən bir şeylər qataraq sizə izah edeyim, CV haqqında danışaq. Baxın, CV-ni hazırlayanda rəng seçimindən tutmuş, içərisində yazdığınıza qədər hər şey önəmlidir. CV-ni çox rəngarəng, üzərində çoxlu bərli, bəzəkli yaratmaq yaxşı deyil. Çünki sizin CV-nizi gözdən keçirən hər hansı bir təhsil müəssisəsi, deyək ki, kursa müraciət etmisiniz və yaxud da özəl liseylərə, məktəblərə müraciət etmisiniz. Baxanda, göz yormamalıdır, sadə olmalıdır. Məsələn, dil bilikləri hissəsinə bir çoxunuz baxsaz, orada bu cür qeyd olunub dil biliklərində. O, bəlkə görərsiniz, oyun yüklənəndə loading hissəsi var, yüklənmə hissəsi. Qrafanın içərisi müəyyən qədər dolur, düzdür, axıra qədər dolmalıdır. Yazıb ki, rus dili biliyi sadəcə başlıq hissəsi biraz dolub, o. İngilis dili biliyi ortaya qədər dolub, çox göz yorur. Elə onun yerinə yaza bilərsən ki, məsələn, rus dili biliyi A1, A2 level, yəni başlanğıc səviyyədə və yaxud da rus dili biliyi zəif. Sonra ingilis dili biliyi intermediate level, düzdür? Bunları yazsaz daha yaxşı olar. Yəni rəsmi görünər, daha belə deyək də smart görünər, daha ağıllı görünər. Düzdürmü? O baxımdan dil bilikləri hissəsini qeyd edəndə bərli bəzəkli qrafikalardan istifadə edeyim. Bunlara yer verməsək daha yaxşı olar. Şəxsi məlumatlar hissəsinə diqqət edək. Başda bizim adımız qeyd olunur, düzdür? Adımız Lətifə məsələn Xələfova, English instructor bu formada qeyd olundu. Yəni ingilis dili müəllimi. Siz məsələn riyaziyyat müəllimisiniz və yaxud da kimya müəllimisinizsə, o haqqında hissəsi var ha. Onu uzun uzadı götürüb məsələn ofis menecerliyinə aid olan
belə deyək də, məlumatları qeyd eləmir. Məsələn, qeyd edə bilərsiniz ki, mən 2 ildir ki, bu sahə üzrə fəaliyyət göstərirəm, bu sahəyə maraqlıyam, bir çox təhsilə dair vebinarlar və seminarlarla özümü inkişaf elətdirməyə çalışıram və bu sahə üzrə də davam etmək istəyirəm. Bu bizim qısa, özümüz haqqında məlumatımızdır. Gördük, mən ancaq təhsil sözünü burada vurğuladım. Mən gedib, məsələn, maliyyəyə, mühasibatlığa aid olan məlumatı götürüb öz CV-mdə qeyd eləsəm, əlbəttə ki, mənim ciddi qəbul olunmayacaq CV-m. Çünki bu müraciət edəndə CV, məsələn, kursa müraciət edirsiniz, o CV-yə baxan şəxs deyəcək ki, bu insan öz istiqamətini, öz istəyini bilir, əsaslılığı var, düzdürmü? Təhsil hissəsində sadəcə qısa yazırsınız ki, məsələn, Azərbaycan Dillər Universiteti Dil və Ədəbiyyat müəllimliyi ingilis dili üzrə 2021-25, düzdür? Hansı illərdə təhsil almısınızsa onu qeyd edirsiniz. Təcrübəyə gəlirəm. Bax, təcrübə hissəsi work experience hissəsidir, düzdür? Təcrübə hissəsində məsələn, filan kursla bu illər ərzində əməkdaşlıq etmişəm. Və yaxud da ki, bayaq sizə qeyd elədiyim o təcrübə yerləri var, hansı ki, ödənişlə gedib təcrübə keçəcəyiniz yerlər. Onları da qeyd edə bilərsiniz. Onlar da sizin təcrübənizdir. Çünki siz yatırım edib bu təcrübə imkanlarını qazanmısınız. Plus da ki, mən sizə bir müsahibə zamanı qarşılaşdığım məqamdan danışmaq istəyirəm. Özümün, yəni ən böyük səhvlərimdən biridir. Təsəvvür eləyin ki, 1-2 il əvvəl mənim işlədiyim, yəni əməkdaşlıq etdiyim kursun adını CV-mdə qeyd eləmişəm. Özü CV-mdə məsələn 1-2 ildir yenilənməyib də. Və orada present, yəni hələ də orada işləyir, davam edir. Və getmişəm müsahibə götürən şəxs soruşub ki, məndən, siz filan kurslarda işləyirsiniz hələ də. Dedim, yox, xeyr, işləmirəm. Dedi, axı burada elə qeyd olunub. Dedim, mən CV-mi update eləməmişəm, yəni yeniləməmişəm. Görün, mən necə qeyri-peşəkar görünürəm. Yəni düşünür ki, sən bura müraciət eləmisənsə, bir CV-ni gözdən nəzərdən keçir ki, bunda nə dəyişiklik eləyə bilərəm və yaxud da bu illər ərzində sən hansı bilikləri əldə eləmisən ki, onu CV-ndə dəyişə bilərsən. Yəni demək istədim ki, ən son versiyası nədirsə, onunla müraciət eləyin. İş yerlərinə, kurslara olsun, məktəblərə olsun, liseylərə olsun, fərq etmir. Ən son versiyasına müraciət edin ki, artıq o sizə sual verəndə belə donub qalmayasınız. Sonra sertifikat və təlimlərə gələk. Sertifikat və təlimlərdən, məsələn, siz riyaziyyat müəllimisiniz, universitet illərində deyək ki, hər hansı bir festivalda könüllü olmusunuz, götürüb həmin o könüllü olduğunuz, yaxud da belə deyək də, sahə ilə əlaqəli olmayan bir sertifikat almışsınız, götürün qeyd edin CV-nizdə. Sizə ciddi qarşılanacaq yox. Çünki o söz yığını kimi görsənəcək. Yəni heç olmazsa CV-m dolu görsənsin, bunları da qeyd edeyim kimi görünəcək. Xeyr, sertifikata riyaziyyat müəllimisənsə, Azərbaycan dili müəllimisənsə, ingilis dili müəllimisənsə, o üzrə aldığın təlimləri, təcrübə proqramlarını qeyd elə ki, həm göz yorğunluğu verməsin, həm də peşəkar görünsün. Aydındır, bunları qeyd eləmək lazımdır. Məsələn, belə bir hal baş vermişdi. Mən sadəcə vaxtımı, belə deyək, faydalı keçirmək üçün maraq dairəmlə əlaqədar olaraq bir festivalda könüllü olmuşdum. Həmin festivalda bir markanın üzü idim, düzdür? Götürdüm, qeyd elədim, dedim, hədə festivalda könüllü olmuşam, CV-mdə görünsün. Yəni, mənim HR dostum bildirdi ki, mənə onu ora qeyd eləməyin nə mənası var? Əgər bunun sən ingilis dili müəllimliyi üzrə müraciət edirsənsə, deməli, ixtisasa dair olmayan şeyləri, əgər deyək ki, dediyim kimi, yenə eyni şeyləri təkrar etmək istəmirəm, riyaziyyat müəllimliyi üzrə müraciət eləmişəmsə, o festivalı ora qeyd eləməyin mənası yoxdur. Aydındır nə demək istəyirəm? Yəni, CV-nizi istiqamətləndirin, istədiyiniz sahə üzrə. Hansı təhsil sahəsi, hansı fənn üzrə müraciət edirsinizsə, ona uyğun qurmağa çalışın və ona uyğun da özünüzü davamlı inkişaf elətdirin. Heç kəs bizə boş CV-mizi verək, işə götürmür. Gərək bir baza biliklərimiz olsun. Dil bilikləri də özümüzdən asılıdır. Çalışmaq lazımdır ki, istəyir riyaziyyat, istəyir Azərbaycan müəllimi olsaq belə, ingilis dili bu dəqiqə tələb, yəni belə deyək də, maraq dairəsi deyil. Və yaxud da ki, biz ingilis dilini sadəcə maraq üçün öyrənmirik. Bu dəqiqə tələbdir ingilis dili. Yəni, məcburiyyətdir, bilməliyik. Çünki beynəlxalq bir dildir. Hətta rus dilində bilsəniz, sizin üçün bir üstünlükdür.
Bacarıqlar gəldi. Bacarıqlar neçə yerə bölünür? Kim deyər? Mən istəyərdim bunu özünüzdən soruşum. Bacarıqlar neçə yerə bölünür? Aha, bacarıqlar bilirik neçə yerə bölünür? CV-də qeyd etdiyimiz bacarıqları nəzərdə tuturam. Aha, kompüter bacarıqları. Sonra aha, kommunikasiya, əla. Baxın, bacarıqlar hard skills, soft skills. Azərbaycan dilində deyirəm, yumşaq bacarıqlar və sərt bacarıqlar olmaqla iki yerə bölünür. Aydındır? Yumşaq bacarıqlarımız bizə nəyə aiddir? Liderlik qabiliyyəti, idarə etmə qabiliyyəti, kommunikasiya qabiliyyəti. Yadınızda qalsın ki, bir müəllim kimi formalaşmaq istəyirsinizsə, idarə etmə qabiliyyətiniz yüksək səviyyədə olmalıdır. İstəyir bu sinif idarə etməsi olsun, istəyir vaxt idarə etməsi olsun. Çünki time management, yəni vaxtın idarə edilməsi dərslərdə çox vacibdir. Məsələn, təsəvvür edin ki, biz bu günlərin mövzumuz olsun nə? Present simple indiki zaman keçirəm mən uşaqlara. Dərsin son 20 dəqiqəsi qaldı. Aha. Bu mənim qeyri-peşəkar olduğumu göstərir. Mən demək bu materiallarımı dərsimə uyğunlaşdıra bilmirəm. Aydındır nə demək istəyirəm? Yəni çalışmaq lazımdır ki, vaxt idarə etməsini düzgün quraq. Məsələn, deyək ki, son 15 dəqiqəniz və ya da son 10 dəqiqəniz qalıb, ümumi təkrar edə bilərsiniz əvvəlki mövzulardan və yaxud da ki, yeni mövzu, keçdiyiniz mövzu ilə əlaqədar əlavə bir tapşırıq verə bilərsiniz. Bu eyib deyil. Sadəcə vaxtı idarə etməyi bacarmaq lazımdır. Ümid edirəm ki, bu hissədə aydındır. Sonra, yəni kommunikasiya dedik, vaxt idarə olması dedik, liderlik dedik. Hard skills-da, yəni sərt bacarıqlarımıza biz mütləq Microsoft Word-də, Excel-də, PowerPoint-də, Canva-da bunlarda işləməyi bacarmaq lazımdır. Məsələn, Excel-də niyə demək istəyirəm? Aranızda onlayn dərs keçən müəllimlər var. Bilmək istəyərdim. Onlayn dərs keçən. Sadəcə heç bir yerdə işləmir. Sadəcə evdə onlayn dərs keçir, öz tələbələrini toplayıb. Heç bir kursla da əməkdaşlıq eləmir. Əla, Mənsubə xanım dedi, bəli mən. Başqa? Aha, niyə görə mən dedim Excel haqqında? Aha, Excel niyə görə bizə lazımdır? Məsələn, siz heç bir kursla əməkdaşlıq eləmirsiniz, demək ki, menecer sizin dərslərinizi idarə eləmir də, məsələn, uşaqların davamiyyətinə baxmır. Siz öz işinizin, öz kursunuzun menecersiz. Mütləq, istəsəz mən sizə göstərim öz Excelimi, düzdür? Ay, sağ ol, mədaxil məxaric üçün əla. İstəsəz mən Excelimi göstərim bir nümunə kimi. Aha. Excelimi göstərirəm. Çox da professional deyil mənə görə. Yəni təkmilləşdirə bilər. Lakin dəqiqə sənədlər hissəsinə daxil olun. Aha. Baxın, bu mənim Excelimdir. Aha, gördünüz? Mən artıq biləcəm ki, məsələn, deyək ki, 11 dənə tələbəm var. Bu köhnə Excel-dir, yəni Excel məlumatıdır. Bax, görürsünüz, hansı vaxtda, hansı tarixdə qoşulduqlarına qədər qeyd eləmişəm. Çünki niyə? Məsələn, müəllimlərin ən çox qarşılaşdığı problem ödənişlərin əldə olunmasıdır, düzdür? Hər hansı bir kursla əməkdaşlıq eləmir deyə öz işinin öz meneceridir. Deyək ki, siz ödənişlərinizi vaxtı-vaxtında əldə eləmək istəyirsiniz, düzdür? Bu baxımdan gərək Excel olsun ki, əlinizdə. Məsələn, bir ay ərzində 8 dərsə uşaq qoşuldu. Aha, əlimdə materialım var. Mən buna əsasən hesabatımı hazırladım. Hansı bir anlaşılmazlıq olsa, desə ki, valideyn, məsələn, yox 7 dərsə qoşulub, 6 dərsə qoşulub, anında siz o hesabatı valideynə göndərirsiniz ki, axı mən qeyd eləmişəm dərsə qoşulduqları vaxtları. Və bu da mədaxil məxaric üçün bir növ, yəni dərsi sistemli olması üçün, yəni operativ olmağımız üçün çox vacibdir. Aha.
Canva-ya qaydaq biz. Aha, o baxımdan dediyim kimi, yəni hard skills, səhv bacarıqlarınız vacibdir. Könüllü iş və layihələr, bax, mən sizə məsləhət görə bilərəm. Məsələn, Təhsil Nazirliyinin özünün keçirdiyi layihələr var, onlara qoşulmağa. Sonra, məsələn, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası var. Bilmirəm, hər hansı biriniz eşitmisiniz bu haqda ya yox. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasında təcrübə proqramları elan olunur. Onlara da qoşulub həm əslində səhv bacarıqlarınızı da rəqəmsal alətlərlə işləməyinizi də inkişaf elətdirə bilərsiniz. Orada müəllimlər üçün Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, AQMA deyirik də biz ona, müəllimlər üçün elmi konfranslar təşkil edir. Onlara qoşulub forumlarda iştirak edə bilərsiniz. Bu da özünüzə bir qatqıdır. Aha, təbrik edirik, CV-niz bəyənildi. Sabah saat 10-da müsahibəyə dəvətlisiniz. İlk reaksiyanız necə olardı? İlk reaksiyam olardı ki, mən axşamdan düşünərdim ki, sabah mənim müsahibəm var, mən müsahibədə nə danışacağam? Deyək ki, sizi müsahibəyə dəvət elədilər. Burada əsas diqqət edilməli olduğunuz məqamlar özünüzü təqdim etmədir, araşdırmadır, bir də görünüşdür. Niyə araşdırmadır? Müsahibəyə gedəndə, müsahibə götürən şəxs soruşur ki, bizim haqqımızda hardan məlumat əldə elədiniz və yaxud da bizim kurs haqqında nə bilirsiniz? Anında siz ora getməmişdən qabaq kursun istiqamətini, məsələn, deyək ki, buraxılış imtahanına uşaqları hazırlayır, liseylərə hazırlayır, gimnaziyalara hazırlayır. Bunu əvvəlcədən öyrənsəz, kursun istiqamətini müəyyən eləsəz, sizə sual ünvanlananda artıq çətinlik çəkməyəcəksiniz. Və müsahibə götürən şəxs də deyəcək ki, aha, bu şəxs, yəni vakansiyaya müraciət edən şəxs bilir, araşdıra bilir, bacarığı var. Yəni ki, boş-boşuna bura müraciət eləməyib də, əvvəlcədən məlumatlıdır. Məsələn, görünüşə diqqət eləmək. Görünüşümüz smart görüntü olunmalıdır. Məsələn, adi, yəni belə deyim də, vakansiya üzrə müraciət eləmisiniz, müsahibəyə dəvət olunmusunuz. Müsahibə götürən şəxsin qarşısında çiyinləriniz belə aşağı şəkildə, əlləriniz stolun altında, masanın üstünə çantanızı qoymusunuz, telefonunuzu qoymusunuz. Bunlar olmamalıdır. Yəni, deyə bilərsiniz ki, bu xırda məsələlərdir. Xeyr, mən elə insan görmüşəm ki, hətta özüm belə rastlaşmışam ki, sırf ona görə müsahibədən kəsilib. Yəni, çiyinlərimiz dik şəkildə, əllərimiz masanın üzərində, yəni çoxlu şəkildə jest və mimikadan istifadə eləməyərək, minimum tutaraq özümüzü təqdim edə bilərik və burada görünüşümüz də önəmlidir. Çünki biz çiyinlərimizi dik tutsaq, əlimiz masanın üzərində olsa, bu bizim özgüvənli, öz işimizin peşəkarı olduğunun göstəricisidir. Buna da diqqət eləsəz yaxşı olar. Özünü təqdim etmək hissəsində sizdən məsələn soruşur ki, özünüz haqqında danışın. Salam, mən Lətifə Xələfova, İngilis dili və ədəbiyyat müəllimiyəm. Vəssalam, dayandım. Axı, müsahibə götürən şəxs deyəcək ki, bu özü haqqında heç məlumat verə bilmir. Olmaz. Məlumatım bu olmalıdır. Qısa deyəcəm. Mən Lətifə Xələfova, İngilis dili və ədəbiyyat müəllimiyəm. Yəni, Azərbaycan Dillər Universitetində təhsil almışam. 2 ildir ki, bu sahə ilə məşğulam. Bir çox yaş qrupları ilə işləmişəm. Hansı ki, yeniyetmələr olsun, böyüklər olsun, kiçik yaş uşaqlarla işləmişəm. Bir çox kurslarla əməkdaşlıq eləmişəm. Hal-hazırda onlayn dərs keçirirəm. Görün, mən nə qədər özüm haqqında məlumat verdim. Hətta müəyyən qədər təcrübəniz varsa, hansısa bir təcrübə proqramına qoşulmusunuz, təlimə qoşulmusunuzsa, özünüz haqqında ondan da danışa bilərsiniz ki, bu insan görsün ki, bu hazırlıqlı gəlir, özünü təqdim edə bilir. Sonra, artıq müəllim kimi işə qəbul olduq. Bəs bu məqamda bizə hansı bacarıqlar daha irəli aparacaq? Sizcə, müəllim kimi işə qəbul olsaq, bizi hansı bacarıqlar daha irəli aparacaq? Deyin görək. Bizə hansı bacarıqlar lazımdır ki, dərslərimiz aktiv keçsin? Yaxşı, özünü ifadə başqa, idarəçilik, əla. Süni inteqrasiya, əla, bax buna gəlmək istədim, Xədicə xanım, yaxşı qeyd elədiniz. Süni inteqrasiyanın dərsi inteqrasiya eləmək, diqqət cəlb eləmək, öyrətmə metodu. Afərin, əla. Yəni, çoxumuz bilirik əslində. Sadəcə mən istəyirəm ki, sizə o rəqəmsal alətlərdən qısaca bir məlumat verim. Bir şey xahiş edeyim, mən bu dəqiqə ekranı paylaşıram, Canva üzərində paylaşıram. Görün, sizdə görünür. Qeyd eləsəz sevinərəm. Əla.
Baxın, artıq işə qəbul oldunuz müəllim kimi. Bəs bu məqamda hansı bacarıqlar bizi daha irəli aparacaq? Əlbəttə ki, rəqəmsal bacarıqlar bizi irəli aparacaq. Canva, Wordwall, Kahoot, Wheel of Name, Zoom, Google Meet, Google Forms, ChatGPT, Google Drive. Bax, görürsünüz hamısının adlarını qeyd eləmişəm. Niyə görə Canva-nı qeyd eləmişəm? Canva-nı ona görə qeyd eləmişəm ki, siz dərslərinizi təqdimatlarla yaratsaz, məsələn, deyək ki, ingilis dili müəllimisiz, beginner level, başlanğıc level üçün dərs hazırlamalısınız. Mövzunuz to-be-nin formalarıdır. Bir dənə reading əlavə elədiniz, tekst əlavə elədiniz, bir dənə dinləmə əlavə elədiniz, bir dənə cümlələri necə qurmaq, bir də tapşırıq əlavə elədiniz. Onu Canva-nın üzərində qeyd edirsiniz. Görün necə peşəkar görünəcək dərsləriniz. Çox maraqlı alınacaq. Plus da ki, çalışın ki, təqdimatı hazırlayanda söz yığınına yer verməyin. Söz yığını sizin peşəkar olmadığınızı göstərir. Məsələn, mən götürüb burada sizcə bütün belə deyim də təqdimatımı yazılı formada hamısını yazsaydım, sizə necə görünəcəkdir? Maraqlı olacaqdır sizə, yoxsa mən danışdığım daha maraqlıdır? Aha, yorucu olardı. Yəni ki, söz yığını olsaydı, lövhənin üzərində ekranda paylaşmışam, deyək ki, öz təqdimatımı. Təqdimat ancaq sözləndən, yəni mətndən ibarətdir. Bu şagird onsuz da o mətnə baxıb oxuyacaq da. Deyəcək ki, öz-özünə onsuz da oxuyuram, öz-özündən müəllim orada danışır özü üçün. Olmur axı. Bu mütləq çalışmalısınız ki, bayaqları qeyd elədiyim, yəni sizə göstərdiyim yəni təqdimatını gördünüz. Bəyəndiniz həmin təqdimatı? Yəni gördünüz, bax orada açar sözlərlə qeyd eləmişdim. Çox mətin yox idi, ardıcıl idi, yəni sistemli idi. Və mən onun üzərində əlavələr eləyəndə uşaqda bir növ sual doğuracaq ki, görən müəllim bundan daha nə başa sala bilər? Mənim qaranlıq qalan məqamlar oldu. Görən müəllim buna əlavələr eləyəcəkmi? Yəni onu aktiv tutursunuz, aktiv dinləyiciyə çevirirsiniz şagirdləri. Sonra sizə danışım Wordwall-dan. Bax, Wordwall mənim ən sevdiyim proqramlardan biridir. Haqqında məlumatı olan var Wordwall-dan? Wordwall-la bağlı məlumatı olan var? Yoxdursa, mən göstərim sizə. Aha. Gəlin sizə Wordwall-u biraz başa salın. Çox həqiqətən əla bir proqramdır. Əla. Aha. Burada qeyd edəcəm. Aha, baxın, bu Wordwall-dur. İstəyirəm burada daxilin birinci. Bax, görürsünüz. Burada müxtəlif tapşırıqlar var. Məsələn, tarix dərsindən deyək ki, ibtidai icma quruluşunu keçmisiniz. İbtidai icma quruluşunu keçmisiniz, ancaq istəyirsiniz ki, dərsiniz maraqlı olsun. Yəni, adi suallar verməklə dərsi maraqlı eləmək olardı. Yoxsa mən uşaqlara maraqlı interaktiv üsullarla onları dərsə cəlb edə bilərdim. Əlbəttə ki, maraqlı interaktiv üsulları. Məsələn, istəyirəm bunu göstərim. Bir dəqiqə. Dərs to-be-dir, düzdür? Bax, dərs to-be-dir. Görün necə maraqlıdır. Aha, cümlə quruluşudur. Mən bu cümlə quruluşunu dəyişsəm, məsələn, I am a teacher formasında yazsam, görürsünüz, necə maraqlıdır. Şagird bununla daha çox diqqət eləyəcək, daha çox maraq doğuracaq ki, mən bu tapşırıqları işləyim, düzdür? O baxımdan Wordwall bizim köməyimizə çatır. Wordwall vasitəsilə dərsdə maraqlı sual-cavab yaratmaq istəyirsinizsə, belə deyim, şagirdlərin diqqətini cəlb eləmək istəyirsinizsə, istifadə edə bilərsiniz. Orada həm çarxlar var, həm belə deyək də kartlar var, onlayn kartlar. Kartların üzərinə basırsınız, təsadüfi bir sual çıxır. Həmin uşaq təsadüfi sualı cavablandırmalıdır. Artıq necə olacaq? Uşaqda bir məsuliyyət olacaq ki, növbə mənimdir, mən bu suala cavab verməliyəm. Maraqlı üsuldur bu da. Ondan sonra gəlin danışaq digər proqramlarımızdan. Aha. Sonra Kahoot. Kahootdan necə istifadə edə bilərik? Məsələn, deyək ki, bir ayın ərzində mən keçmişəm, deyək ki, Azərbaycan dilindən, məsələn, hansı bir
fonetikanı keçmişəm, düzdür, sifəti keçmişəm, zərfi keçmişəm və yaxud da orfoqrafiyanı keçmişəm. Bax, bu mövzuları keçmişəm və uşaqlara sınaq eləmək istəyirəm. Amma o sınaq eləmək də maraqsız olur. Mənə görə maraqsızdır. Bəs bu uşaqları necə bilə bilərəm ki, dərsləri öyrəniblər, həqiqətən bu mövzuları tam mənimsəyiblər. Mən Kahoot-da maraqlı bir suallar hazırlayıram. Onlayn şəkildə onlara linklərini göndərirəm. Uşaqlar başlayırlar səssiz sədasız bir-birləri ilə mübahisə eləmədən suallara cavab verirlər. Cavab verdikdən sonra sıralama çıxır. Ən çox doğru suala kim cavab verdi? Və bu zamanda biz bilirik ki, hansı uşaq hansı suallara daha çox suallara cavab verdi, harda səhvlikləri oldu və bu da bizim məsələn ümumi sınaq eləyərkən maraqlı metodikalardan biridir. Sonra orada Wheel of Names var. Quiz adından da görüldüyü kimi əslində sorğu testlər hazırlayırsınız, uşaqlara təqdim edirsiniz. Wheel of Names var. Uşaqlara bunu necə tətbiq edə bilərsiniz? Məsələn, uşaqların ən çox dediyi suallar, yəni dediyi fikirlər bu olur. Müəllim, bugün siz məndən sual ümumiyyətlə heç vermədiniz. Mən dərsi öyrənmişdim, amma siz mənə heç bir sual vermədiniz. Yəni bir növ küskünlük yaranır da. Dərslərdə çox görmüşəm, belə yaşamışam. Əgər belə məqamla yaşayırsınızsa, Wheel of Names-də sinifdəki uşaqların adlarını bir-bir qeyd edirsiniz. Məsələn, orada istəsəz göstərərəm ya da adını, yəni linkini ata bilərəm. Orada random şəkildə, yəni təsadüfi şəkildə uşaqlardan birinin adı çıxır. Məsələn, siz sualı ona ünvanlayırsınız. Və dərsin axırına qədər bunu etdiyinizdə bütün uşaqlar artıq sual-cavabda iştirak edəcəklər. Kənarda qalmayacaqlar. Məsələn, mövzunuz deyək ki, səfəvlərdir. Səfəvlərə aid suallarınız var əlinizdə. Uşaqların adını çarxda qeyd edirsiniz. Orada spin düyməsi var. Basırsınız, fırlanır çarx və oradan təsadüfi uşağın adı çıxır və suala cavab verir. Bu çox gözəl üsuldur. Yəni, hər kəsi dərsdə aktiv tutmaq üçün əla bir üsuldur. Sonra Zoom-dur, Google Meet-dir. Dərsləri keçmək üçün onları qeyd eləmişəm. Əgər, məsələn, bir çox müəllimlər soruşur ki, məndən necə olur ki, siz testlərin üzərində qələmlə işləyə bilirsiniz? Əlbəttə ki, Zoom vasitəsilə. Mən Zoom vasitəsilə ekranı paylaşıram və orada testlərin üzərində rahatlıqla işləyə bilirəm. Orada ağ lövhə də var. Sadəcə, mənfi nüansı odur ki, Zoom-da dəqiqə söhbəti var da. Gərək, belə deyək, Pro versiyasını alaq ki, Zoom vasitəsilə dərsimizi keçək. Və Google Forms-dan danışmaq istəyirəm. Google Forms nədir? Yenə dediyim kimi, aylıq sınaqlar təşkil eləmək istəyirik. Biz bunu onlayn versiyada eləyə bilərik. Google Forms vasitəsilə sınağı hazırlayıb, linkini uşaqlara göndəririk. Uşaqlar sınağı işləyən kimi anında bilirlər ki, neçə səhvlər var, neçə düzləri var. Operativlik baxımından bu süperdir. Sonra ChatGPT-ni niyə yazmışam? Məsələn, bugünün mövzusu deyək ki, yenə cümlə quruluşudur. Cümlənin necə quruluşudur? Mən ChatGPT-dən istəyirəm ki, mənə 50 dənə cümlə verir. Həmin uşaqlar onun məsələn düzgün formada sözləri düzsünlər. Vəssalam. O artıq 50 dənə cümlə verəcək. Bax, sual-cavab hazırlanmasında, quiz hazırlanmasında, uşaqları sınaq eləməkdə və yaxud da ki, worksheet deyirik, o tapşırıq vərəqinin hazırlanmasında ChatGPT-dən istifadə edirsiniz. Sadəcə gərək o promote deyirik də, yəni əmri verəndə dəqiq yazaq ki, sonradan onun üzərində düzəlişlik etməyək də, yəni düzəlişlər etməyək. Google Drive. Google Drive-ın mən son vaxtlar çox maraqlı bir üsul kimi istifadə edirəm. Bilmirəm, Google Drive-dən istifadə edəyəniz var ya yox. Google Drive-da nə edirəm? Məsələn, deyək ki, mən gələn dəfə üçün artikel mövzusunu izah eləməliyim, onun vaxtım qalmayıb. Bu artikel mövzusunu ekran çəkici deyilən bir şey var da, düzdür. Ağ lövhə hazır, yəni açıram. Ekran çəkici vasitəsilə Google Drive, yəni ekran çəkici vasitəsilə mövzunu izah edirəm. Həmin videonu Google Drive-ə yerləşdirirəm, uşağa da linkini göndərirəm. Google Drive, yəni şəkillərin, tapşırıqların, PDF-lərin saxlanması üçün lazım olan alətlərdən biridir. Bu siz niyə görə mənə lazım olacaq gələcəkdə? Deyək ki, sınaq yaxınlaşıb, uşaqlara vermişim ümumi təkrar. Bəzi uşaqlar xoşlamır, yəni üzündən oxumağı, yəni eyni mövzuları təkrar eləmək, düzdür? Həmin linkə daxil olacaqlar, tapacaqlar məsələn noun mövzusunu. Həmin mövzuya bir də baxacaqlar. Görünüşümüzü necə asanlaşdırdı? Mən onu təzədən təkrar danışmaq əvəzinə
ki, uşaq onu oxuyub üzündən oxumaq əvəzinə mənim yerləşdirdiyim materiala baxacaq və təkrar eləmiş olacaq və testlərini də işləyəcək. Bu da bizim ümumi rəqəmsal bacarıqlarımızdır. Aha, kim mənə deyər, ümumiyyətlə, ilk tələbələrinizi necə tapmısınız? İlk tələbələrimizi necə tapmışıq? Aha, yaxın ətrafdan. Başqa? Tapa bilmirəm. Aha, mən indi onun üçün kiçik nüansları qeyd edəcəm sizə. Yəni, bəlkə də ümid eləyirəm. Aha, sosial şəbəkədən yazanlar var. Ümid eləyirəm deyəcəklərim sizə yəni, faydalı olacaq. Çünki mən ilk dəfə elə tapmışdım. Lakin sonra vaz keçirilir. Onun üçün də Reels ideyası deyərəm. Aha. Əla, məlumatda olanlarımız var. Gəlin baxaq nəyə? İlk tələbəmizi necə tapaq? Əlbəttə ki, ilk tələbəmizi necə tapacağıq? Sosial media və etimadlı valideyn. Gəlin birinci etimadlı valideyndən danışım. Çünki etimadlı valideyn deyəndə nədir? Məsələn, mən ilk tələbəmi öz valideynim vasitəsilə tapmışdım. Yəni öz anam vasitəsilə tapmışdım. Necə? Mən bir poster hazırlamışdım. Orada xidmətlərimi qeyd etmişdim ki, məsələn, buraxılış imtahanına uşaq hazırlaşdırıram, uşaqlar üçün ingilis dili keçirirəm, danışıq dərsləri keçirirəm, posterimi hazırlamışdım, yəni elan kimi. Sonra anamdan xahiş elədim ki, bunu öz ətrafında WhatsApp vasitəsilə paylaş. Və mən artıq 2-3 tələbəmi oradan tapmışdım. Yəni demək istəyirəm ki, təkcə burada etimadlı valideyn də olması olar. Çox güvəndiyiniz, ətraf çevrəsi geniş olan, öz belə deyək, yaxınlarınıza da xahiş eləyə bilərsiniz ki, bu elanları paylaşsınlar. Yəni belə deyim də sizə, azdan çoxdan onlara da inananlar olacaq və onlar da sizin dərsinizə müraciət eləyəcəklər. Ən azından heç olmasa onları sınaq dərsinə cəlb edib, onları davam eləməyə bir növ təşviq eləyə bilərsiniz. Yəni, etimadlı valideyn anlayışı buradan gəlir. Və ən əsası sosial media. Sosial media nədir? Sosial media bizim bir növ tanınmağımıza kömək edir. Burada ümumiyyətlə sosial mediası olanlar var, yaradanlar var sosial medianın. Var. Düşünürsünüz ki, çox professional yaratmışsınız və yaxud da əla, dünən Ayşə xanım yaradı. Bəs düşünürsünüz ki, çox professional yaratmışsınız və həqiqətən dəyişiklik heç bir şey yoxdur. Yəni, ideyalarınız, dərs strukturlarınız, izahlarınız, orada yerləşdirdiyiniz hər şey yaxşıdır. Mən professional yanaşıram, əla. Baxın, mən sosial media hesabımı 2025-ci ildə keçən il yaratmışam. Düşündüm, universitetdən məzun olandan sonra mənim üçün çətin olacaq artıq tələbə tapmaq və yaxud da yəni ilk bir şeyə başlamaq çətin olacaq. Necə tanına bilərəm? Sosial media vasitəsilə tanına bilərəm. Sosial media, dediyim kimi, özünüzü tanıtmaqda kömək edir və sosial medianın ən çox dəstəklədiyim LinkedIn-dən Instagramdır. TikTok-u dəstəkləmirəm sözün düzü. Niyə görə? Çünki TikTok kütlə gətirir, müştəri gətirmir. Yəni tələbə valideyn müraciəti ondan almayacaqsınız. Mənə görə elədir. Çünki mən bir neçə dəfə TikTok-u sınadım və düşünürəm ki, TikTok kütlə gətirir, sadəcə baxış gətirir. Amma əsaslı müraciət əldə etmək istəyirsinizsə dərslərinizə Instagram daha üstünlük təşkil edir. Bəs mən Instagramımı necə quracam? Sosial mediada peşəkar müəllim. Baxın, əgər sosial mediada peşəkar müəllim kimi görünmək istəyirsinizsə, ilkin olaraq sosial media hesabınızı düzgün şəkildə qurmalısınız. Baxın, birinci başlamalısınız adınızdan. Bilmək istəyərdim, adında vergüldən, nöqtədən, altdan xəttdən istifadə edənlərimiz var aramızda. Instagram hesabı açan sırf müəllimliyinə. Mən sizə məsləhət görərdim ki, düzəldəsiniz adınızı, tam şəkildə qeyd edəsiniz. Adınızda, mən bunu sosial media üzrə menecerdən, yəni bunu təlimdə öyrənmişəm. Adınızda nöqtədən, vergüldən, altdan xəttdən istifadə eləməyiniz biraz qeyri-peşəkardır. Plus da bəzən Instagram səhifələri fake kimi qəbul edir. Lazımdır ki, yəni tam adınız olsun. Mənim adım məsələn English with Latifadır. Yəni tamdır. Heç bir nöqtə, vergül, altdan xətt yoxdur.
Sonra hansı fənni belə deyək də tədris edirsinizsə, orada bio hissəsində bəli, yox. Məsələn, yox deməyək də, mən elə səhifələr görmüşəm ki, adını bu cür yazıb. Bax, bunu düzəldin. Kimsə yazıb, Fatimə xanım siz yazmısınız, The Physics Way. Bunu düzəldin. İngilis dilində ola bilər adınız. Mən ona qarışa bilmərəm. Sadəcə altdan xətt nöqtədən istifadə eləməyin, professional görsənsin. Aydındır nə demək istəyirəm? Bir söz niyə girer? Niyə ki, sizə hər hansı bir valideyn və tələbə Instagram üzərindən müəllim axtarmaq istəyir. Orada hashtaglərlə axtara bilər də ancaq. Düzdür, hashtagləri qeyd axtara bilir. Bu zaman tam adınız düşsün deyə ondan istifadə edə bilərsiniz. Yəni dediyim üsul daha yaxşıdır. Sonra dediyim kimi o məsələni qeyd elədik. Sonra mənim adımın kənarında Lətifə Xələbova English teacher var. Yəni ingilis dili müəllimi. Gördünüz? Kimsə mənim səhifəmi axtaranda nə ilə axtaracaq? Açar sözüm nə olacaq? İngilis dili müəllimi ya da English teacher olacaq da, düzdür? Adınızı qeyd edin. Sonra bioda qeyd edə bilərsiniz nəyi? Məsələn, əgər sertifikatlarınız varsa, yaza bilərsiniz ki, ingilis dili müəllimsinizsə, məsələn, TESOL sertifikatlı müəllim. Əla. Və yaxud da ki, belə bilək, 20-dən 30-dan çox şagirdiniz varsa, qeyd edə bilərsiniz ki, 30 plus uğurlu tələbə. Görün necə inanc yaratdı. Ətrafdakılardan sizə qarşı böyük bir inanc yaradacaq. Düşünəcək ki, aha, bu müəllimin uğurlu tələbələri var, demək ki, mən də müraciət edə bilərəm. Sonra xidmətlərinizi yazın. Açıq-aydın şəkildə qeyd edin ki, məsələn, sosial media üzərindən açıq şəkildə qeyd eləməlisiniz ki, nə xidmət verirsiniz? Liseylərə hazırlayırsınız, gimnaziyalara hazırlayırsınız, yoxsa buraxılış imtahanlara hazırlayırsınız. Bunu qeyd edin xidmətlərinizi. Daha sonra əlaqə nömrəsi də qeyd eləsəz olar və yaxud da ki, sadəcə yaza bilərsiniz ki, DM vasitəsindən əlaqə, bu da olar, özünüzdən asılıdır. Bəziləri ola bilər ki, nömrəsini paylaşmaq istəmir. İş nömrəniz varsa qeyd edə bilərsiniz, məcbur deyil. Sonra düşdük o highlight hissəsinə. Highlight bilirik nə deməkdir? Aşağıda highlight hissəsində, bəli, önə çıxanlar hissəsidir, düzdür? Highlight hissəsini mən sizə indi paylaşa bilmirəm, amma səhifəmə daxil olsanız, adımı qeyd eləsəz, səhifəmə daxil olsanız görəcəksiniz ki, highlight hissəsində nə qeyd eləmişəm? Nəticələrim, nailiyyətlərim, geri dönüşlər, dərslərdən görüntülər, aydındır? Bax, niyə görə mən orada nəticələrimi qeyd edirəm? Məsələn, şagirdin buraxılış imtahanından 30 sualdan, məsələn, atıram. Belə yox, qeyd eləməlisiniz Ayşə xanım. Mütləq qeyd eləməlisiniz. Yaradın, məsələn, dərslərdən görüntünüz deyirsiniz ki, yoxdur. Bəli, Həlimə xanım başlaya bilərsiniz. Niyə başlamayasınız ki? Mən 2-ci kursdan bəri dərs keçirəm. Universitet dönəmindən bəri uşaq hazırlayıram. Düzdür, sosial media üzərindən yox, ətraf çevrəmlə məşğul olmuşam, amma hazırlamışam. Və yaxud dediyimiz üsullardan istifadə edin. Poster hazırlayın, xahiş edin ətrafınızdan onu paylaşsınlar. Ən azından 1-2 şagird də olsa gələcək. Zamanla olacaq, bəli, zamanla olacaq. Yəni, özünüzə inanın. Hər şey birdən olmur ki, mən məsələn birdən tələbə əldə eləməmişəm ki, və yaxud da aramızda olan şəxslər birdən tələbə əldə eləməyib ki, hər şeyin bir zamanı var. Mən buna inanıram. Aha, dedim, highlight hissəsindən nə danışmaq istədim? Önə çıxanlardan. Bayaq dedim, nəticələrim hissəsindən. Deyək ki, məsələn, şagirdiniz adi, bax, adi deyirəm, kiçik summativ qiymətləndirmədən 90 bal toplayıb ingilis dilində. Bunu da çalışın qeyd eləyəsiniz. Məsələn, valideyni yazıb ki, məsələn, şagird 90 bal topladı. Bu da sizin uğurunuzdur. Sizlə əgər uzun müddətdə hazırlaşırsa, ingilis dilini öyrənirsə, bu da sizin uğurunuzdur, düzdürmü? Qeyd edə bilərsiniz. Sonra nailiyyətlərim, öz nailiyyətlərim nədir? Məsələn, təlimə gedmişsiniz, seminara qoşulmuşsunuz, webinara qoşulmuşsunuz, sertifikatınız varsa, paylaşın onu orada. Çünki sizin səhifənizə daxil olan valideyn də, şagird də görəcək ki, bu, belə deyim, şəxs öz üzərində işləyir. Deməli, mən də övladımı, özümü əmanət eləyə bilərəm.
Düzdürmü? Biz davamlı inkişaf edən müəllimə müraciət edərik, yoxsa sadəcə heç bir sertifikatı yoxdur, öz yerində sayan bir şəxsə. Əlbəttə ki, davamlı inkişaf edən birinə. Sonra bir şey də qeyd edeyim. Geri dönüşlər paylaşın. Valideyn məsələn yazıb ki, çox sağ olun sizin sayənizdə deyək ki, övladım ingilis dilindən bir aya nəticəsi yüksəlib. Geri dönüşdür. Sabah sizin səhifənizdə kənardan bir şəxs daxil olanda görəcək ki, real nəticə var orada. Valideyn məmnuniyyəti var orada. Mən müraciət eləməliyəm. Düzdürmü? Ondan sonra deyək ki, riyaziyyat müəllimisiz, trigonometriya üzrə qısa bir izah vermisiniz. Onu günün izahları hissəsi qeyd edin, orada paylaşın. Və yaxud da ki, dərslərdən görüntülər paylaşın. Dərslərdən görüntülər çox önəmlidir. İnansız mən o qədər tələbə əldə eləmişəm ki, dərslərdən görüntülər hissəsindən. Məsələn, olub ki, dərslərdən görüntülər hissəsinə daxil olub, oradan mənə geri dönüş eləyiblər ki, bəs müəllim, mən sizin dərslərinizə müraciət eləmək istəyirəm. Çünki real olanı görürlər, düzdürmü? Real görürlər ki, mənim dərslərimdə şagirdlərim necə cavab verir və yaxud da mən dərsləri necə izah eləyirəm, aydındır. Bir də Reels post ideyası deyəcəm. Çalışın ki, Reelsləriniz də postlarınız da kontentinizə uyğun olsun. İngilis dili müəllimisiz, ancaq yumor ideyaları paylaşsınız, heç bir baxış olmayacaq sizə. Çünki deyəcək ki, valideyn bu, yəni sizi ciddi qəbul eləməyəcək. Çalışın ki, dərs izahlarınız olan, belə deyim də, dərslərdən izahlarınız olan, ümumi hər hansı bir qaydanı izah elədiyiniz videolar paylaşasınız. Aydındır nə demək istəyirəm. Və həftəlik məsələn 3 reels və bir post paylaşa bilərsiniz. Post da nədir? Məsələn, karusel postlar paylaşa bilərsiniz. Karusel postda deyəndə siz necə o şəkilləri belə çeviririk ard-arda. Məsələn, ingilis dili müəllimsinizə yaza bilərsiniz ki, A1 səviyyəsinə uyğun 10 ən yaxşı film. Karusel post şəklində onları paylaşın. Görün nə qədər, yəni belə deyim də, izləyicilər diqqətlə baxacaq, onu yadda saxlayacaq ki, gələn dəfə mən bu səhifəyə daxil olanda o həmin filmlərə baxaram. Yəni bunun özü çox önəmlidir. Bir də reelslərinizi paylaşanda müəllim sizdə çalışın ki, ilk 3 saniyə qaydasına diqqət edəsiniz. İlk 3 saniyə haqqında məlumatlı olan var, Hook. İlk 3 saniyə haqqında məlumatlı olanımız var. Fatimə xanım dedi, var, bəli. Əla. Başqa? Kimin məlumatı var? İlk 3 saniyə qaydası. İlk 3 saniyə qaydası bilsəniz nə deməkdir? Məsələn, Reels-ə başlayan kimi məni o Reels baxmağa vadar eləsin. Yazıb ki, məsələn, bir müəllim səsləndirir ki, əgər bu 3 qaydanı bilməsən, trigonometriyanı həll edə bilməyəcəksən. Aha, mən artıq beynimdə sual yaranır ki, görən bu 3 qayda nədir ki, mən belə deyim də, bunu bilməsəm, trigonometriyanı həll edə bilməyəcəm. Artıq sizin baxışlarınız azalacaq, görüntüləməniz artacaq. Aydındır nə demək istəyirəm? İlk 3 saniyə qaydasını diqqət yetirin. Açıqlama hissəsini dəhşət uzun-uzadı yazmağa məncə ehtiyac yoxdur. Mənə elə görə. Bir də hashtaglərə diqqət edin orada. Hashtaglər də nə demək istəyirəm? Məsələn, ingilis dili müəlliminiz isə ilk öncə öz səhifənizə hashtag də yazın. Məsələn, English with Latifa, English teacher, teacher, students. Bu formada hashtagləri yazın ki, alqoritm sizi düzgün insanların qarşısına çıxarsın, təhsilə maraqlı olanların qarşısına çıxarsın. Yəni bütün, yəni belə deyim də, təhsilə maraqlı olmayan insanların qarşısına çıxarsa biz necə tələb əldə edək, ya da valideynlər bizə uşaqlarını əmanət eləsin. Başa düşdünüz nə demək istəyirəm? Çalışın ki, hashtagləri də paylaşanda öz sahənizə uyğun olan hashtagləri diqqət eləyəsiniz. Belə siz artıq nə etməli olduğunuzu bilirsiniz. İlk addımınız necə olardı? Mənə çox maraqlıdır. Bu təlim bitəndən sonra nə edəcəksiniz? İlk addımınız nə olacaq? Qeyd eləsiniz, çox sevinərəm chat hissəsində. Nə edəcəksiniz? İlk addımınız necə olacaq? Əla, səhifəni təkmilləşdirəcəyik. Sonra aha, günün izahları önə çıxanlar. Səhifəmə nəzər salacağım. Əla, Leyla xanım. Başqa? Əla.
təcrübə proqramları araşdıracaq. Çox sevindim ki, bu nüansa diqqət edən oldu aramızda. Aha. Çünki düzdür, aramızda artıq təcrübəsi olanlar var, amma əgər heç bir təcrübəmiz yoxdursa, mən sizə bayaqları sadaladığım təcrübə proqramlarına qoşa bilərsiniz. Əla. Mən sizə məsləhət gördüm ki, professional şəkildə sosial media təlimi alın. Bilmirəm, bugünkü təlimdə sosial media ilə bağlı müəyyən bilikləriniz, yəni biliklərinizi təkmilləşdirirsiniz ya yox? Əla, Ayşə xanım, afərin. Çox sevindim ki, yəni dediklərimi qeyd elədiniz. Yaxşı, gəlin keçək. Mən susuram, siz danışırsınız. Sual-cavab hissəsinə kimsə sualları varsa ünvanlaya bilər. Artıq təlimimiz yavaş-yavaş yekunlaşır. Kimin sualları var? Qeyd eləsin. Fidan xanım, hansı sahə üzrə bitirmisiniz? Hansı fənn üzrə? Azərbaycan dil və ədəbiyyat müəllimi. Mən sizdə qeyd elədim orada ki, təcrübə və karyera mərkəzinə müraciət edə bilərsiniz. Səhifəsini Instagram vasitəsilə də araşdıra bilərsiniz. Artıq orada müqaviləli şəkildə təcrübəsi kimi işləyə bilərsiniz İstanbul liseyində. Bəli, BİM-də də ödənişli olurdu. Hissəli şəkildə biz necə eləyirdik? Məsələn, ayın 10-na kimi, məsələn, yeri bron eləməliyik, düzdür, belə deyək, qeydiyyatdan keçməliyik. Məsələn, minimal məbləği ödəyirdik, sonra bütöv məbləği ödəyirdik. Belə olurdu. Başqa kimin sualı var? Tez deyil. Mən məsləhət görərdim ki, elə 3-cü kursda müraciət edirsiniz. Mənim qrup yoldaşlarım 3-cü kursda müraciət edirdi. Mən belə bir şey deyim ki, mən özüm oktyabr, noyabr aylarında da təcrübə proqramına müraciət eləmişəm. Siz niyə görə? Çünki məktəbdəki təcrübəni bilirəm, amma beynəlxalq məktəbdəki təcrübəni daha yaxşı dərindən öyrənmək istəyirəm. Reels videolarını Canva-da hazırlamıram. Canva-da deyil də, bəlkə görərsiniz, CapCut proqramı var, orada hazırlayıram. Hansı proqram, təcrübə proqramına müraciət etmişəm? Burada suallara daha dəqiq baxa biləcəyim. İstəyirəm ekranı yandırım. Aha, sualları bir yadında saxlamağa çalışdım. Qeyd elədiniz ki, bəs magistr önəmlidir, yoxsa MİQ-ə hazırlaşmaq? Siz əgər masterdə, magistr oxuyub, deyim ki, universitetdə işləmək istəyirsinizsə, mən məsləhət gördüm ki, magistr oxuyasınız. Yox, əgər məktəbdə işləmək istəyirsinizsə, məncə MİQ-ə müraciət eləməyiniz daha yaxşı olar. Təlimi bilmirəm, yəni bəlkə də MİQ insanı bəli çox inkişaf elətdirir. Mən özüm bir müddət hazırlaşmışam MİQ-ə. Həqiqətən özümdə çox dəyişiklik gördüm. Həm qayda, qrammatika baxımından olsun, kurikulumdan da belə hazırlaşdığımız müddətdə metodikalar baxımından özümdə dəyişiklikləri görürdüm. Aha, başqa kimin sualı var? Buyurun. Burada suallara tam diqqətlə. Riyaziyyat müəllimliyində oxuyanlara nə tövsiyə edərdiniz? Belə bir şey yazıblar. Riyaziyyat müəllimliyində oxuyanlar üçün tövsiyəm təcrübə proqramlarına dediyim kimi qoşulmaqdır. Həm BİM-in, həm də təcrübə karyera mərkəzinin. Aha. Sonra başqa hansı suallarımız var? İbtidai sinif müəllimliyi oxuyanlar üçün də dediyim kimi BİM-ə müraciət edə bilərsiniz. Onlar sizi Evika liseyinə yönləndəcək. Evika liseyinə. Orada təcrübə keçə bilərsiniz. Aha, belə bir sualı ünvanlayıblar ki, dərsin ödənişini necə müəyyən edək? Siz burada gənc müəllimlərin əsas problemi bilirsiniz nədir? Keyfiyyət, kəmiyyət məsələsidir. Bəzi müəllimlər düşünür ki, təzə başlamışam bu sahəyə, amma məni ciddi qəbul eləməyəcək. Yəni ödənişi mən çox yüksək qoysam, heç kəs də müraciət eləməyəcək. Deyəcək ki, sən bir ildir müəllim kimi fəaliyyət göstərsən, yəni niyə ödənişin bu qədər yüksəkdir? O qədər bunu içərinizdə dərd eləyən
müəllimlər var. Həqiqətən rastlaşmışam. Elə birinci özüm rastlaşmışam. Özümdə olub bu problem. Düşünmüşəm ki, yəni çox qoysam deyəcək ki, sən gənc müəllimsən, təzə başlamısan, niyə ödəniş bu qədər çox olur? Amma xeyr, çalışın ki, özünüzə qiymət verin. Siz gününüzü, vaxtınızı sərf edirsiniz uşağı hazırlayanda. Çünki, yəni belə deyim də, minimal müəyyən qiymət qoya bilərsiniz. Məsələn, mən ilk 50 manatdan, yəni başlamışdım. Məncə normaldır qiymət. Yəni çox aşağı eləmək də bir şey deyil. Bir də sizə bir Reels ideyası deyə bilərəm. Sırf tələbə əldə etmək istəyirsinizsə, keçən dəfə istifadə etdiyim taktikada üsuldum. Qeyd etdim ki, ödənişsiz dərs keçən, ingilis dili dərsi keçən müəllimlər yoxdur. Amma aşağı hissədə, açıqlama belə deyil, hissəsində qeyd etdim ki, ilk 5 nəfərə pulsuz ingilis dili keçirəm. İnanın, o qədər tələbə yazdı ki, o qədər buna ehtiyacı olanlar oldu ki, ilk 5 nəfərə pulsuz ingilis dilini hətta keçdim 2 ay müddətində. Digərlərini isə endirim elədi. Bax, özünüzü tanıtmaq istəyirsinizsə, bu çox gözəl taktikadır. Səhifənizə belə bir paylaşım edə bilərsiniz. Əlavə sualınız yoxdursa, yavaş-yavaş yekunlaşdıraq. Aha, Instagram takipçi sayını necə artırım? Davamlı paylaşım eləyərək. Siz, məsələn, həftəyə bir dəfə paylaşım eləsəz, sizin Instagram səhifəniz böyüməyəcək. Və ya davamlı paylaşım eləyərsiniz. Bəzi müəllimlərdə olur ki, üzünü göstərmək istəmir. Dərslərdən görüntüləri də Reels formatına sala bilərsiniz. Məsələn, belə deyək də, qeyd eləyə bilərsiniz ki, tələbənin ilk, belə deyək, nəticəsi, ilk danışıq forması və 2 ay sonraki danışıq forması deyək ingilis dilində. Müqayisəli şəkildə videoya çevirib qoya bilərsiniz. Həm tələbələriniz arta bilər, həm də takipçiləriniz. Belə, bu qədər. Başqa sual yoxsa artıq yekunlaşdıraq. Oldu. Mən də təşəkkür edirəm ki, təlimə qoşuldunuz, vaxt ayırdınız və özünüzə nələrsə qatmağa çalışdınız. Hələlik.